Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə insanları aldanan və onların pullarını mənimsəyən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, son günlər sosial şəbəkələr və digər onlayn platformalarda ucuz qiymətə mebel satışı barədə elanlar yerləşdirərək vətəndaşlara qarşı çoxsaylı dələduzluq halları qeydə alınıb. Bildirilib ki, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 40 yaşlı Vüsal Hüseynov müəyyən edilərək tutulub. Sosial şəbəkələrdə bu sayt vasitəsilə qapı, mebel elanı paylaşaraq müştərini aldadaraq onların pullarını mənimsəmişəm. Sonra onları qara siyahıya atmışam. Araşdırmalar zamanı məlum olub ki, o, sosial şəbəkələrdə və elan saytlarının birində mebellərin ucuz qiymətə satışı ilə bağlı saxta elanlar yerləşdirib. Bu yolla Vüsal Hüseynov 40-a yaxın şəxsin etibarından sui-istifadə edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub. Şübhəli şəxs zərərçəkənlərdən beh aldıqdan sonra onlarla əlaqəni kəsib. Araşdırmalar davam etdirilir. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, onlayn alış-veriş zamanı diqqətli olsunlar, tanımadıkları şəxslərə əvvəlcədən ödəniş etməsinlər, məhsulu görmədən və satıcının etibarlılığına əmin olmadan pul köçürməsinlər. Eyni zamanda şübhəli elan və hallarla qarşılaşdıqda dərhal polis əməkdaşlarına məlumat verilməsi tövsiyə olunur deyə Daxili İşlər Nazirliyinin vətəndaşlara çağırışında bildirilir.